Salam dostlarım, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün bizdə 20 martdır, günorta vaxtıdır. Bu arada Novruz bayramımızı təbrik edirəm. Hər zaman evinizdə bol, ruzi bərəkət olsun, mehribançılıq olsun. Bir daha Novruz bayramımızı təbrik edirəm. İndi gedirəm, orada nərgiz gülləri görmüşdüm yolda. Nərgiz gülləri dərəcəm. Evimizə gözəl ətir yayılsın. İnşallah ki, buradakı nərgiz güllərinin qəşəng ətri var. Burada çoxdur, yollarda baxırsan ki, belə nərgiz gülləri düzülüb. İndi təbii ki, baxacam görüm, bəlkə başqasının həyətindədir, onlardan izin alacağım. Əgər icazə verirlərsə, nərgiz gülləri toplaram. Yox, yəni yolun qırağındadırsa, yenə də toplayaram. Evimə bir, belə deyim, Novruz milli ab-hava gətirmək istəyirəm. Və bugün planımda nə var dostlar? Bugün planımda paxlava bişirmək var. Əslində bu videoda gecikdi, paxlava videosu da gecikdi. Çoxdan bişirsəm daha yaxşı olardı, amma mənim tripodum qırıldı. Mənim minnoşlarım oynayarkən yerə düşürdülər və o qırıldı. İndi bilməm nətər eləyəcəm, bir şəkildə eləyəcəm. Çünki artıq Novruz bayramıdır, gecikdi, bu vlog gecikdi, amma olsun. Və getdik, başlayaq videomuza. İndi sizə gəzdirim. Burada deyəsən elektrik deyəsən bu elektrik stansiyası kimi bir şeydir. Sən qonşuluğu da göstərim. Əslində şəkərbura da bişirmək istəyərdim, amma yəni inanmıram ki, bu videoda şəkərburanı yetişdirim. Bugün sadəcə paxlava eləyərəm bu videoda inşallah. Burada da şeylər falan açılıb. Gördüyünüz kimi güllər çox sürətli gedirəm deyəsən. Mən hardan gəldim? Mən Səfiyədən gəldim. Bu tərəfdən getsəm daha yaxşı olardı. Ev yoxdur, buradan gedərəm. Yollar onsuz ki, elə buradan çıxanda o birisi yol görsənir. Şimdi bir yol oldu. Oralara çatanda sizə göstərərəm dostlar. Baxın, burada əslində nərgiz güllərin başqa növləridir. Fərqli nərgiz gülləri də görmüşdüm mən. Burada fərqlidir. Məncə burada elə yol qırağındadır bunlar. Mən əksən bir şey olmaz ki deyə düşünürəm, amma məncə baxın, yolun qırağındadır, kənarındadır. Biraz oralara da gedim, baxım, fərqli növlərini tapa bilirəmmi? Çünki açıq növlər də var idi, açıq rəngləri. Burada çox yoxdur, amma başqa yollarda, yolun kənarlarında doludur. Buradan tapdım mən nərgiz güllərini, amma bilməm. Bu başqasına aid olandır. Burada da var, ağacın dibində. Burada da var. İndi mən qapını deyim, icazə etsin ki, onlar nərgiz güllərini toplayım. Doludur. Baxın, başqa yerdə qıraq da varmı, kənarlarda burada. Burada var, artıq nərgiz güllərdir. İndi mən izin istəyim, qapısını deyim. Qapını açmadılar dostlar. Mən də çox qapı döymək istəmirəm. Çünki burada bilmirsən necə biriləri yaşayır. Baxın, görün, buralarda varmı? Bakın dostlar, benim şeyler de var. Ay Allah. Çok güzel. Kapının önünü bu birisi tərəfdən döyüb. Açmadılar. Buraları gəzək, sizi də gəzdirmiş olun. Baxın, elə bilirsən kənddir. Kəndin ortasında gəzirsən. Evlər belə bu şəkildə. Çox gözəldir. O gün uşaq mənimlə belə kəşf eləmişdik yolları. Çox gözəl idi. Hi. So sweet. Your house so sweet. Good. Çok güzel evi var. Böyle şirin. Bakın, güllər açılıb. Burada meyvə ağacları yoxdur, amma çiçək verən ağaclar var. Belə meyvə ağacları məşhur deyil. Burada gözəl çiçək verən ağacı var. Aha, burada da var güllər.
Dostlar belə gəzim mən, biraz bezilmək istəməm. Sizi bezilmək istəmirəm, sözün açığı yolları göstərim. Bunun üçün ayrıca bir video çəkmək istəyirəm, buraları göstərməyə. Baxın dostlar, tapdım. Yaşlı bir sahibi idi, ondan icazə aldım, qapını döydüm. Dedi 7 dənəsini toplaya bilərsiniz, özü də toplayırmış. Bu da var, özü toplayan yerləri var. Şimdi 7 dənəsini toplayacaq, ona icazə verdi. Derdim, eve gedirəm. Qadının dediği kimi 7 dənəsini derdim. Kenarda da görmüştüm ama tam emin olmadım. O kiminsə yiyəsi var mı, yok mu? Ona göre de emin olmadığım için qapını döyəsi oldum. Başka kapılar da döydüm. Onları açan olmadım. Birisinin kapısını döydüm. Böyle bu güllər için. Dedim ki bu bir benimki değil, başkasının qonşununkidir. O da ben de kapını açtım, yaşlı kadın işte. Hava soyuktu, çok soyuktu. İlk işim gülleri koymaktır. Suya koyun. Sonra başlayayım baklava işlerine. Ben o şeyler de derme istəyərdim ama hava soyuktu. Gerek gedim axtarım hardansa. Sahibi olmayan yerlerden aktarmalıyım. Yoksa böyle çetin olur. Kimse kapısını döyürsən. Tek tek narahatırma istəmirəm bu sefer. Çatıram. Girim evə, başlayayım işlərə. Bilmiyorum, tripodsuz necə eləyəcəm. Bir şəkildə eləyərəm. Dostlar, eve geldim. Minnak da yatır. Luna. Şimdi gedim güllerimi suya koyuyorum. Birinci suyla doldurun. Biraz biri büyük, biri balaca oldu. Neyse, eyb yoktu. Bunu da koyak bura. Güzel. Çok güzel. Şimdi buradaki değişiklikler de istediğim. Buradaki kaşık falan o şeyleri götürdüm. Gözüm çok yorulmaya başladı. Düz indi iş falan görəndə yenə nəsə dolur ora, amma çalışıram ki, boşaldım artıq. Bir də qab falan yuyanda bəzi qablar olur, əlimdə yuyuram. Ora qoyuram matı, onun üstünə örtürəm. Amma onları quruyandan sonra boşaltmaya çalışıram. Belə görüntü çox yormaya başladı, ona görə götürdüm. Və burada bəzi əşyaları qoymuşam bura, bəziləri yuxarı aparmışam, bəzi əşyaları qalıb burada. Onları da istəyirəm şkaf alım, qapalı şkaf, amma ucuz, uyğun qiyməti olan bir şkaf almaq istəyirəm. Onları da qapalı bir şkafın içine qoysam, orada pis görüntü olmaz. Burada da qaşıqları falan bura qoymuşam, amma şkaf alsam, əgər yerləsə şkafa qoymaq olar. Amma belə də ki, orta olaraq boş qaldığı üçün mənim gözüm çox da yorulmur. Belə bir də mənim minnoşlarımın
Əl izlərini buraya yapışdırdım. Amma soyuducunun üstünü dolu olmağı məni narahat eləmir. Çünki burada gözəl bir xatirələr var. Mənim bacımın uşaqlarının əl izləri, onlardan qalan xatirə, qardaşım qızlarının, qonşunun belə əl izləri, Azərbaycandan gələn gözəl mesajlardır. Sonra burada anamın məktubu var, onun əl izi, əl işarəsi. Bunlar məni narahat eləmir. Burada da var. Burada da pişiklərimin şəkilləri idi. Belə. Bu şəkildə. İndi başlayaq dostlar. Çox danışdım. Başlayaq indi. Dostlar, başlayıram indi birinci qozu qırmağa. Bu arada resepti dostlar My Food Channel'dan götürmüşəm. Ne zamandır o reseptlə eləyirəm və çox gözəl alınır. Siz də yoxlaya bilərsiniz. İndi istəyirsinizsə oradan istifadə edə bilərsiniz. My Food Channel yazsanız çox gözəl reseptləri olur. İstəyirsinizsə elə buradan götürə bilərsiniz. Fərqi yoxdur. İndi baxarsınız. İnşallah ki bəyənsəz, eləyəndən sonra bəyənsəz mənimlə paylaşarsınız rəyləri. Çünki bu reseptlə adam yanılmır. Yəni xarlamadı, nə bilim şəkərləmədi. Belə şeylər olmur. İnşallah ki başlayaq. Şimdi qozları qıraq dostlar. Dostlar, indi burada 300 qram qoz var. 300.5 səhv etmirəmsə belə oldu. İndi bunu mən qovuracağam. İstəsəz qovurmasanız elə bilərsiniz. Mən amma qovuranı da daha çox sevirəm. Ona görə indi qovuracağam bunu. Sonra keçirəcəm blenderdən. Qoydum qızarmağa. Orada qızara dursun. Mən də buranı göstərim sizə. Bizim balkonu göstərmişdim, yadımda deyil. Yağış yağmışdı, ona görə yaşdı buralar. Bura xəzərlə doluydu, bitər, təmizlədim buraları. Yağış yağmasa qəşəng belə bura xalça sərib belə oturmaq olardı. Amma yağış yağır hər dəfə, yaş olur. Amma inşallah yay gəlsin, may ayında, ya aprel ayında qəşəng havalar qəşəng olsa burada çay içə bilərik. Hamısının balkonu bu şəkildədir. O gün də gəlmişlər, buranı belə rənglədilər. Qapının elə bir ki çöl tərəfinə rənglədilər. Bilməm, sord mu göndərmişdi, yoxsa dövlət mi göndərmişdi? Hər halda sord göndərər. Burada belədir ki, yəni özləri gəlirlər, heç biz demirik. Özləri gəlirlər, işləri görüb gedirlər. Yaz təmizliyi oldu bir tür. Bir növ yaz təmizliyi oldu. Qəşəng rəngləyib getdilər. Sizə göstərim haranı rənglədilər. Burada. Baxın. Bu qapılar var, daha doğrusu pəncərələr var, bu qanadları çox gözəl rəngləyiblər. Aşkım. Cutie. Aşkım. Salam ver. Salam ver. Denən videolarımızı izləyin. Tommy, denənki videolarımızı izləyin. Tommy, dönenki videolarımızı izleyin. Abone olun. Kanala abone olun. Denen. Kaşınıyor. Candeler, candeler. Aşka. Dostlar, qovurdum. Ama çok qovurmadım. Qorxdum yanar diye. Biraz qovurdum. Qoxusu gələndə çıxartdım ki, birdən yanar. İndi bunlar soyusun. Soyandan sonra artıq blenderdən keçirəcəm inşallah. Dostlar, demək içdik üçün 300 qram qoz və 1 stəkan şəkər tozu. Məndə tam dolmuyub şəkər tozu.
Ama istəsəz siz doldura bilərsiniz. Tökürəm və indi bunu qarışdıracağım. İçliyi hazır olmuş olacaq. İçliyi hazırdır. Bunu qoyuram kənara. İndi şərbətini eləmək istəyirəm. Şərbətim də qaynasın. Sonra soyusun. Ondan sonra xəmirinə keçərəm. Dostlar, normal içlikdə hil də var, hil də qatılır. Burada tam bir dəqiq bilməm, hil satılır ya yox. Həm də özüm sevmirəm hili. Ona görə də sadə bir içlik hazırlayıram. Yəni şəkər tozu və qoz. İndi isə şərbətin hazırlanmasına keçək dostlar. 2 stəkan yarım şəkər tozu, 2 stəkan su, 1, bu da 2. Dostlar, şərbəti qoydum qaynamağa. Qaynamaya başlayanda limon suyunu sıxacağım. Ondan sonra bir 15 dəqiqədə qaynadıb şərbəti kənara alacağım. Şimdi qaynama başladı və mən əlimdə olan limonun 4də 1 hissəsini böldüm və suyunu tökürəm. Və indi vaxtı tutacağım. 15 dəqiqə qaynayandan sonra kənara alacağım. 15 dəqiqənin sonunda şərbətim hazırdır. Dostlar, paxlavanın xəmiri üçün 1 stəkan suyu da əlavə elədim. İlıqlaşandan sonra artıq paxlavanın xəmirinə başlayarıq. Gözləyirik ki, süd ilıqlaşsın. Bir tərəfdə də yağı əridəcəm. Artıq yağı da əriyəndən sonra onun da ilıqlaşmasını gözləyəcəm. Çünki mən onu isti-isti halda salsam yumurta bişə bilər. İndidən onu da hazırlayayım. Süd ilıyana qədər. Qəzən stəkana aldım südü. Çünki mənə lazımdır. İndi bundan 150 qram lazımdır mənə. 110 qram. İndi bunları da əriməyə qoyuruq. İndi kasanın içinə südü alaq. Biraz enli qabı aldım. Tez soyusun, yəni ılıqlaşsın. İndi bu biraz da ılıqlaşandan sonra maya ilə şəkər tozunu qoyacağım. Dostlar, artıq hazırlamaya başlayırıq. 1 stəkan ilıq südə 1 çay qaşığı şəkər tozu və kəsim və yarım çay qaşığı maya əlavə edirik. Və bunu qarışdırırıq dostlar. Heç aktivləşməyini gözləmirik dostlar. Sonra bunu bir çimdik duz. Demək 2 yumurta götürürük. Bir yumurtanı tam qoyuruq, bir yumurtanın isə ağını qoyacağıq. Demək 1 yumurta bütöv, bir yumurtanın da ağını qoyuruq. Belə ki bunları qarışdırım. Yağı əlavə edeyim. Vanilin. Bak, videonun ilk çəkdiyim günlərə qayıtdım. Yəni tripodsuz həqiqətən də çox çətindir. İnşallah ki xəmiri açanda artıq tripodla eləyəcəm. Belə olmaz çünki çox çətindir. Mən sabaha da gözləmək istəmədim. Desəz ki, sabaha gözləyərdiniz, amma sabaha da gözləmək istəmədim. İstədim ki, bugün eləyim, həll eləyim. Şam mənim də bilmirdi mən paxlava bişirəcəyimi. Ona da sürpriz oldu, bayaq deyəndə sevindi. Demək, indi dostlar, yavaş-yavaş un əlavə eləməyə başlayırıq. Mən bunu dostlar, narahat olmayın. İnşallah səliqəli hala salıb reseptini bir ayrıca da paylaşıram. Onda daha rahat olar. Buna lazım olacaq dostlar 4 stəkan un, yəni reseptində 4 stəkan un gedir. Amma indi mən baxacağım, görək nə qədər məndə gedəcək. 3 stəkan yarım unu əlavə eləyəndən sonra yavaş-yavaş eləyəcəyik. Birbaşa hamısını tökmürük. Demək, 1 stəkan, 2 stəkan, 3 stəkan,
3 stəkan yarım. Aha, indi 3 stəkan yarımdan sonra güzelce qarışdıraq. Artıq yarım stəkana da əlavə edeyim. Yəni 3 stəkan yarım bunun içine qoymuşdum və plus yarım stəkan da qoyuram. Toplam 4 stəkan un yəqin ki məndə də gedər. İndi başlayım yoğurmağa. Dostlar, artıq xəmirim hazırdır. Üstünü streçlədim və qoyuram soyuducuya. Soyuducuda bir müddət qalacaq. Yəni 30 dəqiqə ola bilər, 20 dəqiqə ola bilər. Mən tripodum gələnə qədər soyuducuda dinləndirəcəm dostlar. Və siz də yəni sizin vaxtınıza uyğun artıq saxlaya bilərsiniz. İndi mən bunu qoyuram soyuducuya. Dostlar, xəmir dincəlməyə getdi. İnşallah ki tripodu alarıq. Tripodu alandan sonra artıq qalan işlərimizi həll edərik. Yəni paxlavanı gözəl şəkildə hazırlaya bilərik və nuşicanla yeyə bilərik. Hələ ki burada saxlayıram. Tripodu alanda bəlkə sizə bölüşərəm ya bölüşmərəm, baxarıq inşallah. Hələ ki burada saxlayıram hələlik. Walmart'a gəldim. Mən burada sizə bir şey göstərmək istəyirəm. Baxın, Walmart'da ərilər üçün olan araba var ya da yaşlı adamlar üçün, geriyə bilməyənlər üçün. Buna minirlər. Burada idarə edicisi var və bununla gedirlər, öz bazarlığını eləyirlər. Burada çünki özünüz bilirsiniz də yaşlı adamlar, tək yaşayan yaşlı adamlar çoxdur. Ona görə özləri gəlib bazarlıq eləyirlər bəziləri və yaxşı yerimədikləri üçün də istifadə edirlər o arabalardan. Bayaqdan quraşdırmaya çalışırıq ki, necədir? Baxmadan almaq istəmədik, korobkasını falan açdıq. Yoxlayaq görək, necə işləyir? Bilməm, baxaq da hələ. Şeyi də qoyaq. Telefonu qoyaq görək, uyğundur yoxsa yox. Burada da o bəhs etdiyim arabadır. Gördüyünüz kimi yaşlı dayı belə arabaya minib gedir. Sizə odunları da göstəreyim dostlar. Baxın. Bu bir dənəsi 766-yadır. Bir bucağı dərəcəm bu bir dənə belə şey mi 766? İçində 4 dənəsi var 766-yadır. Mahnılar olanda gərək mən bunları kəsin də. Lotkanı göstərim. Lotkanı göstərim. Baxın, burada qayıq da var. Lotka. Yox, bu qayıq... Nə deyirlər buna? Bu qayıq sayılır. Yox. Necə sürürlər ki bunu? Bu, hə, bu kayak. Hə, okey, kayak. Kayak. Hayda. Çox maraqlı olar amma. Bacarsaydıq əgər. Burada məşhurdur da, yəni bu. Bura məşhurdur. Balıq tutanlar üçün. Baxın, burada fərqli şeylər, qarmaqlar. Buraya heç gəlməmişəm. Bu bölümə heç gəlməmişəm. Baxın, 89 dollaradır. Oradaki mehtet yoksa biz benim yanında uğraştırırsan adrenalin alır. Çok geçer. Bak bu da neyse satanda falan eləyəndə 49 dolar, 49.97 dedi. Belə şeylər də var. İşte yaxşı da qiymətlər işte. Yəni bu kamp çantaları Azərbaycanda biz hər kiraya almışıq. Yəni Qubaya gedər. Qubaydı qusardı. Olabilir bir olan bir yerdə də, ha? Onu bilməm. Çünki Ağırdır. çox ağırdır. Da yazıb steel frame. Bilmem. Sol bax var. Biz Azərbaycanda olan bir içəri sifariş vermişdik. Zakaz eləmişdik yadındadır biz kampa gedəndə. Burada bir dəfə alırsan. Buradan alıp aparırsan orada kiraya verirsen. Şeyi tutmak üçündür bunları. Yox. Bak, bu da bak. Pit balls. Ha, ona görə. Ha, bunları tutmak üçündür bak. Bunları. Adjustable weight set. Yox. Sadəcə çəkinə artıq azaldıb məşq edir. Oy. Ne geçer? Ya bunlara bakın gör ucuzluğu bunlar. 9 bunlardan istəyirəm evə. Bir dənəsi bahadır da 9.97. Ne aldık? Kum aldık. Tripod aldık. Yumurta aldık. Ondan sonra bir de göze şeker bura pişirmək üçün inşallah ki sabah ya birisi gün bilmem. Şeker bura pişirmək üçün smetan aldık. Şorgoğalı heç vaxtı pişirməmişəm.
İlk dəfə yoxlayacağım. Bunun üçün ədəbiyyatlar aldım. Cirə və razyanı. Heç vaxtı bişirməmişəm qoğal. İnşallah ki, yaxşı çıxar. Bir də pişiklər üçün yemək aldıq. İndi yumurtanı bir dənə də alaq. Çünki aldıda da ucuz ki, bahalaşıb yumurtalar. Və buradan alaq. Bir dənə alma sirkəsi alaq. Tam işte evdə. Sirkədən var bir evdə. Bizim var evdə. Telefonum var. Bak da sesin. İstiyorsun götür, istiyorsun 50 sent hadi. Başka bir şey bence yoktur da. Sirk aldım, sirk kalmış. Adın? He. Sen bana meyveler gösterin. Ama indi almayalım da yani. O başka bakalar. İnşallah ki kalmıştır. Bak. Buradan bir qəşəng qoxu gəlir, bir qəşəng qoxu gəlir. Ya bunun ya bunun. Bu bak 68 sentədir. Elə. Oy da bunundur, bunun. Çox qəşəng qoxusu var. Bak bu guavadır. Guava. Əslində dadı meyvəymiş. Bunu inşallah ki bunu yoxlamaq istəyirəm. Səndən bir gün dadlarına baxım. Sonra bu nədir? Bu nə meyvəsidir? Bu da yemişdir. Onu yoxlayarıq. Bu bananın fərqi növüdür. Amma çox fərqlidir. Ondan sonra bu nədir? Bu nədir ki? Bu başqa növdür. Bak bu ejderha meyvəsidir. Bunu yoxlayaq bir gün. Bilməm. Şifrəsi 496. Bu kakos. Sen ben de kenara bakma. Kenara bakanda bu çok sıkıntı. Düppedüz yedim, yaxşı düz yedim. Düz. Buradan çəkəcəm düz. Alacaqlarımı aldım da, şükür Allah. Elə bir görəcəm bir şey. Ya, bütün fəsildə bütün meyvələr var. Hə, Yəni sezon söhbəti yoxdur da. düzdür. Birazdan unudacağıq ki, və növbəti nəsil unudacaq ki, pomidor nə vaxt yetişir, pomidorun sezonu nə vaxtdır, bilməyəcəklər. Düz. Çünki ilin hər vaxtı görürlər ha. Biz Və- bilirik də, biz bilirik. Çünki biz artıq qumon məhsulların yetişdirildiyi dövrə gəldik, fərqi görürük. Ama bilə-bilə də alırıq. Hə, belə. Təəssüf ki. İndi bunu vurmuşuq. Bunu Bu nədir? şeydir, simetan. Bu apple. Sirkə. Apple sirkə. Olmaz sirkə. Yenə mahnı qoydular. Sizinlə mayonez tarifini inşallah ki bölüşəcəm. Ben çəkirəm, sən qoy. Nədir bu? Thanks. Vurmamışıq. Demək Raziyana və nədir adı? Raziyana və adı yadıma çıxdı. Cirə. Demək Raziyana və Cirə burada tapmaq olurmuş yəni. Yo onu fulllemişik. Bu da o bayraq astığım yer var idi. Orada çox qaranlıqdır. Orada vurmaq istəyirik. İşıqlansın. Biz qaranlığı sevmirik evdə. Hər yeri işıqlandırırıq. Buranın da evləri, Amerikanın evləri belə qaranlıq olur. Gələ özün bir şeylə eləsən. Biz oraya köçəndən sonra neçə dənə lampa almışıq. Ne oldu? Dostlar burada market macera bitir. İnşallah gedək. Hələ mənim günüm var. Gedim baklava bişirim. Burada çox şipşirin şeyler var. 35 dollaradır. Bakalım. Gözlər. Dostlar ben geldim. İndi başlayırıq xəbri açmağa. Yeni tripod aldım. Xeyirli uğurlu olsun. Çok şükür qəşəng tripod çıxdı. Həm işığı yaxşıdır, gördüğünüz kimi belə full işıqdır. Həm də ayarlaması falan çox yaxşıdır, rahatdır. İndi xəmiri götürəcəm və başlayacağım yaymağa. Bu hissələrini yəqin ki sürətli keçərəm. Sizi çox da sıxmaq istəmirəm. Gedim xəmirimi gətirim və başlayaq. Dostlar, indi xəmirimi gətirdim. 300 qram, biraz çox idi. Yağ əritdim. Bu qabdan istifadə edəcəm. Bunun diametrini mən sizə yoxlayıb deyərəm. Və həmişə kimi oxlovum. Bundan da yağlayaram. Gedim unumu da gətirim. Lazım olsa unumu da istifadə eləyərəm. Biraz gördüğünüz kimi bərkdir. Biraz gözləmək lazımdır. Yəni həmən başlasaq çətinlik ola bilər bizim üçün. Dostlar, indi demək 2 dənəsi 125 qram. İndi bunları gözəl hala salacağım. Bayaqdan ölçüb biçirəm ki, eyni qaydada olsun. Hər kəsin yəqin ki evində tərəzi var, daha rahat olmaq üçün. Özüm eləyəndə təxmin eləyirdim. Burada
ölçülerini vermək üçün dedim ki, ölçüb elə o şəkildə verim. Demək 2 dənəsi bir ən altda, bir də ən üstdə olanı 125 qram. İndi bunları qəşəng şəkil verəcəm. Elə qoyun xəmirlərini. Digər yerdə qalanları isə 70 qram, 70 qram neçəsə belə. Demək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə 70 qramlıq, 2 dənə də 125 qramlıq bir kündə əldə elədim. Bu da artıq qaldı. Bunu da hərəsinə belə yavaş, az-az yapışdıracağım. Az-az qaldı. Amma siz belə deyim də, öz reseptində, bunun resepti demişdim də, My Food Channel'daydı. Öz reseptində 2 kündə 125 qramlıq, 10 kündə isə 70 qramlıq idi. Bu şəkildə oldu. Bunlara qəşəng forma verib artıq başlayacağım kündələri yaymağa. Artıq başlayır kündələri yaymağa. Bu arada bunun diametri 30 santimetrdir. Başlayaq kündələri yavaş-yavaş yaymağa. Alt hissəsi və üst hissəsi dediyim kimi 125 qramdır. Onları qalın eləyirik. Alt hissəsini və üst hissəsini qalın eləyirik. Dostlar, bu da mənim sizə bəhs etdiyim araba. Budur, yaşlı adam minir arabasına və gedir. Bilənlər bilir onsuz ki, bir qatı yağlayandan sonra birbaşa qoymuruq qoz ləpəsini. İkinci qatdan sonra qoymağa başlayacaq qoz ləpəsini. Gördüğünüz gibi 3 tane kündə qaldı və bu kündəni hamısını çəkmədim dostlar. Siz belə bezdirmək istəmədim. Hamısını çəkmədim. Şimdi bu kündəni yayandan sonra ləpəni tökəcəm və ondan da ləpə tökmə işləmi bitmiş olacaq. Qırıqlarından artıq olan hissələrini çıxardıram.
Dostlar artık hazırdı. Bunun daha rahat kesilmesi için indi yarım saat soyuducuya koyacağım. Sonra soyuducudan çıkarıp geçen şekilde keseceğim, forma vereceğim. Ondan sonra yumurtasını sürteceğim. Indi bu gedir yarım saatliğe soyuducuya. İndi mən çıxartdım, biraz donub, gördüğünüz kimi. Sözün açığı vaxtı tutmadım, amma siz 30 dəqiqə tutarsınız. 30 dəqiqədən sonra soyuducudan çıxartdım. İndi buna forma verəcəyik. İlk öncə bayaqki yumurta ağına bir yemək qaşığı süt qoyacağım. Siz istediğiniz şekilde. Önceden ısıttığım sobaya vereceğim. Ben bunları biraz kızarttım önceden ki kabukları rahat çıksın, ama çok təəssüf ki kabukları çok da rahat çıkmadı. Siz birbaşa da koyabilirsiniz ya da fındıkla da yiyebilirsiniz. Yerini değişim. Fındıkla da yiyebilirsiniz. Kabuklarını soyup koysanız lap yaxşı olar ki yanmasınlar. Ben de tam çıkmadı kabukları. İndi dostlar indi sobaya girmeye hazırdır. Önceden ısıtmıştım sobanı. Gedək sobada pişirək. Dostlar paxlavanı sobaya koydum. 170 derecede 10 dəqiqə bu şekilde qalmalıdır. Yani qapağını örtürük. Amerikan derecesi ilə də 350 dereceye koydum. 10 dəqiqəni indi qururam. 10 dəqiqədən sonra çıxarıb yağını koyacağım. Dostlar indi çıxarıram. Biraz 10 dəqiqəni keçdi. Ötürdüm. Çok keçmədi ama indi bunun üstüne yağ gezdireceğim. İndi bunu koyuram dostlar tezden pişmeye. Artık üstü kızaranda hazır olacak. Dostlar bir saatin sonunda çıkarttım. Bu şekilde kızardı. Sizin sobada, yani sizin sobanız farklı olabilir. Benim sobam 350 derecede. Ben sobanı hiç değişmedim derecesini. 350 o şekilde kalmıştı. Öyle baştan ayağa. Yavaş yavaş pişirmek istedim. Birdenbire artırmak istemedim. Bir saatten çok kaldı. Yani bir saatten biraz geçmişti. Şimdi bunun şerbetini vereceğim. Dostlar şerbetini dökeceğim. Şerbetini dökəndə bunun rengi daha da değişecek. En sevdiğim an gelip çattı. Dostlar artık şerbetini tökürəm. Bismillahirrahmanirrahim. Aralarından da keçim ki yaxşıca içine hopsun.
Şamil mənim səbirsizliklə paxlavanı gözləyir. Səhərə kimi olsa daha gözəl olar. Oruç tutanlar haqqınızı halal edin. Yavaş yavaş, aram aram bişirəndə dostlar qəşəng olur. Yəni dərəcəsini çox da yüksəltməyin. Mən 350 dərəcədə, yəni Azərbaycanın da dərəcəsi ilə 170 dərəcədə eləyə bilərsiniz. Yavaş yavaş bişirsəz, mənə 1 saatdan çox çəkdi, amma artırmadım da. 1 saat. Amma mütləq nəzarət eləməlisiniz, çünki yana bilər. Mən tez-tez nəzarət edirdim ki, birdən yanıb eləyər. Belə, bu da mənim paxlavam. Dostlar, hazırlayanlara indidən nuş olsun deyirəm. Dostlar, artıq süfrəmiz hazırdıq. Minnoş süfrəmizi qurduq. Burada yekunlaşdırmaq istəyirəm. İnşallah ki, Şamil müəllimlə birazdan çay içəcəyik. Səhərdən gözlür Şamil müəllim. Çəkiliş olduğuna görə mən bugün gecikdirdim. Onun paxlava vermə mərasimini gecikdirdim. Ona görə bayaqdan paxlavanı gözləyir. Elə gözləyir ki, mən videonu bitirmədə paxlavanı yesin. İnşallah ki, burada bitirmək istəyirəm. Bir daha bayramımız mübarək olsun. Allah evinizə hər zaman bol ruzi bərəkət yetirsin. Evlərinizdə firavanlıq, gözəllik, bolluq, bərəkət, ən əsası da evlərinizdə mehribançılıq, sağlıq, salamaçlıq olsun. Bugünlük məndən bu qədər olsun dostlar. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Hələlik.